Bütövlükdə vəziyyət kifayət qədər mürəkkəbdir, gərgindir və həm region dövlətləri və əslində həm də dünya regionda yeni bir müharibənin başlayacağını gözləyir və yeni bir müharibənin başlanması ehtimalı da kifayət qədər yüksəkdir. Nəyə görə yüksəkdir? Buna görə yüksəkdir ki, tərəflər, yəni söhbət Birləşmiş Ştatlar və İrandan gedir və aparılan danışıqları, yəni danışıqlar prosesi hələ də davam edir. Hələ ki, konkret razılıq əldə edə bilmirlər, konsensusa gələ bilmirlər. Və burada mən diqqət yönətmək istədiyim vacib məqamlar var, nəyə görə tərəflər razılığa gələ bilmir. Birincisi, masada müzakirə olunan mövzu yalnız nüvə məsələsi deyil, İranın nüvə proqramı deyil. Eyni zamanda digər məsələlər də var, yəni İranın balistik raket proqramı, həmçinin İranın yaxın şərqdə öz proksilərinə verdiyi dəstək məsələsi. Yəni, bu məsələlər də İranla müzakirə olunur və hər iki tərəfdən verilən açıqlamalardan görünən odur ki, bu üç istiqamət üzrə hələ də tərəflər arasında hər hansı bir uzlaşma yoxdur, yəni konsensus yoxdur. Yəni, Birləşmiş Ştatların tələbi ondan ibarətdir ki, İran birmənalı olaraq uranın zənginləşdirilməsi proqramını imtina etməlidir. Ümumiyyətlə, əlində olan uran ehtiyatla zənginləşdirilmiş uranı təhvil verməlidir. Və ikinci vacib məsələ, bunu da xüsusi qeyd edirlər Birləşmiş Ştatlar, bu da İranın balistik raket proqramıdır. Yəni, Birləşmiş Ştatlar hesab edir ki, İran bundan da imtina etməlidir. Və üçüncü məsələ, bir qədər əvvəl də qeyd etdiyim kimi, proksilər məsələsi. Ancaq məncə burada daha çox müzakirə olunan məsələlər ilk iki məsələdir. Yəni, İranın nüvə proqramı və balistik raket mövzusudur. Və İranın mövqeyi isə tamamilə əksdir. Yəni, İran hesab edir ki, o uranın zənginləşdirilməsini ancaq dinc məqsədlər üçün istifadə etməyi planlaşdırır və hər hansı nüvə silahı əldə etmək niyyəti yoxdur. Ona görə də o müəyyən mənada, yəni bugünə qədər verilən İran rəsmindən verdiyi açıqlamalardan aydın olur ki, tamamilə imtina etmək niyyəti yoxdur. Yəni, uranın zənginləşdirilməsi proqramından və eyni zamanda da balistik raket. Və burada daha İran, rəsmi Tehran daha inadkar mövqeni nümayiş elətdirir və bildirir ki, ümumiyyətlə bu məsələni Birləşmiş Ştatlarla, Birləşmiş Ştatlar rəsmiləri ilə müzakirə etmək istəmir və balistik raket İranın müdafiəsidir, İranın qalxanıdır, belə demək mümkündürsə. Yəni, bundan İran dövləti heç bir halda imtina etməyəcək. Bax, biz görürük ki, tərəflər bu vacib məsələlər üzrə, istiqamətlər üzrə nə dərəcədə ciddi fikir ayrılığı içərisindədir. Və məsələ də ondadır ki, yəni bu ciddi fikir ayrılığı müharibə ehtimallarını artırır. Və bunu da əlavə etsək ki, artıq siz də qeyd etdiniz, Birləşmiş Ştatlar prezidenti dünən belə bir açıqlama verdi ki, 10, daha sonra 15 gün ərzində İranın vaxtı var ki, artıq biz danışıqları yekunlaşdıraq və əgər bu müddət, yəni deməyindən belə çıxdı ki, əgər bu müddət ərzində hər hansı bir razılaşma əldə olunmayacaqsa, Birləşmiş Ştatlar konkret addımlar atacaq. İran bir təkliflər paketi hazırlayıb təqdim etməlidir Amerika Birləşmiş Ştatlarına. Burada hansı məqamda Amerika artıq hücumla bağlı qərar qəbul etmiş olacaq? Yəni, nə onu qane etməyəcək? Təbii ki, bir qədər əvvəl də mən qeyd etdim. Yəni, İran iki məsələdə Birləşmiş Ştatların şərtlərini qəbul etməsə, yəni söhbət uranın zənginləşdirilməsi proqramından və yəni Amerika Birləşmiş Ştatları da cüzi də olsa güzəştə gedə bilməzmi İrana? Məsələn, proksilərlə bağlı müəyyən güzəşt edə bilər. Amma xüsusilə də o ilk iki məsələ ilə bağlı mən güman etmirəm ki, Birləşmiş Ştatlar İrana güzəştə getsin. Yəni nüvə və eyni zamanda balistik raket. Və burada bir məsələni də qeyd etmək istərdim ki, bu danışıqlar prosesinə bir çox faktorlar təsir göstərir və təsir göstərən faktorlardan biri də İsrailin mövqeyidir. Xüsusilə İsrail israrla bildirir ki, İranın balistik raket ehtiyatı olmamalıdır. Yəni, İranın balistik raketə malik olması İsrail üçün mövcudluq, yəni ekzistensial təhdid yaradır, təhlükə yaradır. Və bir qədər əvvəl də Netanyahu Birləşmiş Ştatlarda səfərdə idi, Trumpla görüşdü və yəqin ki, onlar da yəni, bu məsələləri, İranla aparılan danışıqlar məsələləri təbii ki, bu görüşün əsas mövzusu olub. Yəni, İsrailin mövqeyi də Birləşmiş Ştatların indiki administrasiyasının mövqeyinə danışıqlarda ciddi təsir göstərir.